Salam, xoş gördük. Yenidən sizinləmiş olduğu kimi mənəm həkim psixoterapevt, yalan və bədəndir üzrə ekspert Elday Rəhimov Tambovski. Hansı halda insanların bizdən inciməsinə icazə verməliyik? Birincisi, əgər insan qeyri-stabil ruh halına sahibdirsə, yəni ruh halının aşırı dəyişməsi şəxsiyyət tipindən və yaxud da pozuntusundan əziyyət çəkirsə, o bizim istənilən jestimizə bizdən inciyə bilər. Niyə görə mənə soyuq salam verdin və yaxud da salam verəndə nəyə görə mənə şübhəli-şübhəli baxdın və yaxud da mənim yanımdan keçəndə mənə kompliment etmədin. Bu formada kim inciyirsə, onun incikliyinə ümumiyyətlə əhəmiyyət vermək lazım deyil. Sadəcə icazə vermək lazımdır ki, o bizdən incisin. İnciyəndə də bir kəlmə demək lazımdır. Oldu, yaxşı. İncimək sənin haqqındır. Sən istənilən insandan inciyə bilərsən. İkinci tip bir insan narsistik, psixopatik şəxsiyyət pozuntusuna malikdir ki, hansı ki o inciməyi bir manipulativ vasitə kimi istifadə edir. Ki, sən onun istədiyini edəsən. Belə halda da ona inciməyinə icazə vermək lazımdır. Demək lazımdır ki, buyur, nə qədər istəyirsən inciyə bilərsən, sən incimə haqqına sahibsən. Bu iki hallarda incikliyin müddəti zaten çox uzun müddət çəkməyəcək. Görəcək ki, sən sadəcə ona icazə verirsən, arxasınca qaçmırsan, inciklik avtomatik sönəcək. Amma təbii ki, real obyektiv səbəblərə görə, kiməsə kobud rəftar edirsənsə, onu təhqir edirsənsə, qəzəbdən və yaxud da müxtəlif səbəblərdən, ciddi məsələlərə görə kimsə səndən inciyirsə, o zaman təbii ki, üzr istəmək lazımdır. Səbəbləri izah eləmək lazımdır. Argumentasiya lazımdır. Məsələlər yerli yerinə otuzdurulmalıdır. Peşman olduğunu demək vacibdir. Amma burada da bir məsələ var. Əgər qarşı tərəf sizin üzrünüzü qəbul eləmirsə, bunu da anlayışla qarşılamaq lazımdır. Çünki hər kəs sizin üzrünüzü qəbul eləyəcək deyə belə bir şey yoxdur. Və qəbul etməsə belə bir dəfə üzr istəyəndən sonra deyirsiniz ki, sənin məni bağışlamamağa, üzrümü qəbul etməməyə tamamilə haqqın var. Salamat qal. Diqqətinizə görə minnətdaram. Sağ olun.